Səhiyyə Nazirliyinin həkim eksperti Zakir Quliyevin sözlərinə görə, günəş şüalarının baş və boyun hissəsinə təması nəticəsində günvurma baş verir. Çox vaxt sadə simptomlarla özünü biruzə verən bu halların nisbətən ağır göstəriciləri də mövcuddur. Halsızlıq, yorğunluq, buantı, qusma, baş ağrısı kimi şikayətlərlə başlaya bilər. Bəzən də daha ağır dərəcədə xəstənin huşunun itməsinə, hətta ürək dayanmasına qədər, tənəffüsün dayanmasına qədər gətirib çıxarda bilər ki, dediyimiz kimi bəzən də ilkin tibbi yardım müdaxilə olunmazsa, bədbəxt hadisə ilə, hətta ölüm halı ilə də yekunlaşa bilər. Mütəxəssisin fikrincə, günvuran şəxsin huşunun olub-olmaması da mühüm faktorlardan biridir. Əgər şəxs öz-özünə yardım edə biləcək haldadırsa, bu zaman mütləq sərin yerə keçməli, bol miqdarda maye qəbul etməli və günəş şüalarının təmas etdiyi bədən hissələrinə soyuq su ilə kompres tətbiq olunmalıdır. Xəstənin huşu yerində deyilsə, ətrafdakıların köməyi ilə ona ilkin tibbi yardım göstərilməli, geyindiyi paltarları əynindən çıxararaq nisbətən rahatlıq yaradılmalıdır. Xəstəyə qətiyyən su içirmək olmaz. Əks təqdirdə su nəfəs yollarına qaça və boğulma riskinə səbəb ola bilər.